Allah'a olsun, bu mənim Quran kitabımdır. Bunu daşın altından çıxartmalı deyildim də. Məni yandıran ən çox budur. Bax, bismillah. Bax. Bax, Quran kitabıdır, bax. Bunu mən daşın altından çıxartmalı deyildim də. Yəni, bu qədər vicdansızlıq olmaz da. Bu qədər. Bircə gün mənə möhlət verərdiniz ki, ay Tahir, gəl 5 küşünü götür, qardaş, biz buranı sökürük. Başa düşdüm də, indi deyirsiniz ki, qanunsuz tikilidə yaşayırsan. Mənim evim yanır. Məcburiyyətdən gəlir. Qardaşım da kirədə qalırdı, evini su bastı. Dedim, ay qardaşım, gəl biz bir yerdə yaşayaq. İndi Allahın izni ilə müvəqqəti görək, bir neyniyə bilik, başımızın çarəsinə baxarıq da yəni. Evi yanmış adamın hələ gəlib evini də uçurduyorsunuz evi. Allah göydən baxıraq, olmaz. Başkan o vərası. Heç ol. Bax, çörək, qardaşımla səhər-səhər durduq, saat 10 idi. Dedik, çörək yiyərik. Çörək, bax. Stolun üstündə qoyub evi dağıtmış. Heç olmasa bu çörəklə o kitabı mən cəhənnəmdə, mənə apardınız, bax.